Salam dəyərli izləyicilər. Mən Pro İngilis Dili kanalının beynəlxalq IELTS sertifikatlı ingilis dili müəllimiyəm. Bu gün sizlərlə belə bir sualın izahına baxacağıq. Choose the line of nouns in the plural. Cəmdə olan isimlər sırasını seçin. A variantına baxsaq, sisters-in-law. Burada sister sözü s cəm şəkilçisi qəbul edərək cəmlənmişdir və isim cəm formadadır. Seamen, mən kökdən dəyişərək menə çevrilmişdir və isim cəmlənmişdir, cəm formadadır. Ox isə öküz mənasını verən bu söz tək formadadır. Bunun cəm forması oxen, kökdən dəyişərək oxen olaraq düzəlir. Deməli, A variantını çıxdıq. B variantına baxsaq, pace, s cəm şəkilçisi qəbul edərək cəmlənmişdir. Heroes, es cəm şəkilçisi qəbul edərək cəmlənmişdir. Progress isə inkişaf deməkdir mənası. Həmişə təkdə işlənən müzərrəd isimdir. Ona görə də B variantını çıxdıq. C variantında potatoes, es cəm şəkilçisi qəbul edərək cəmlənmişdir. Leaves, bu da kökdən dəyişərək leaf sözü yarpaq mənasını verir. Kökdən dəyişərək f, v-yə çevrilir və es əlavə olunur cəm formasında, cəm formadadır. Berry isə gilə meyvə mənasını verən bu söz təkdədir. Bizdən cəm isimlər istəyir, ona görə C variantını çıxdıq. D variantında cousins, s cəm şəkilçisi qəbul edərək cəmlənmişdir. Geese, goose sözündən kökdən dəyişərək cəm formada işlənmişdir. Mənası qazlar. Mans, s cəm şəkilçisi qəbul edərək cəmlənmişdir. Deməli, düzgün cavab D variantı. Y variantında contents cəmdə, physics isə həmişə təkdə işlənən elm adıdır. Ümumiyyətlə, elm adları həmişə təkdə işlənir. Goose isə burada təkdədir. Düzgün cavabımız D variantı. Dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 051 766 86 91 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hazırlığımız buraxılış, blok, MİQ, sertifikasiya və magistr istiqamətindədir. Hansı mövzu üzrə test izahına baxmaq istəyirsinizsə, rəy bölməsində qeyd etməyi unutmayın.